Xırdalan şəhərində 5 saylı məktəbin tam olaraq qarşısında köhnə alman proyektli 2 mərtəbəli binanın birinci mərtəbəsində. Yəni ola bilər proyekti səhv deyirəm, amma biz bildiyimiz alman proyekti deyilir. Yəni bu mənzillərə 2 mərtəbəli kompleks şəklində tikilmiş binalardır. Uzun illər bundan əvvəl tikilmiş binalardır. Mənzil birinci mərtəbədə yerləşir. Yerdən hündürdür. Hətta mənzilimizin həyət hissəsi də var, dəyərli izləyicilər. Kubçalıdır, gözəl, geniş mənzildir. Təqdimata başladıq qonaq otağından, görürsüz. Qonaq otağından 2 yataq otağına keçid var. Divarların qalınlığını siz videoda görürsüz, necə gözəl, keyfiyyətli, tikilidir. Təbii ki, kubçalı mənzildir. Bu da bizim birinci yataq otağımızdır. Bir daha qaydırıq qonaq otağına baxın, belə bir gözəl səliqəli qonaq otağı və digər yataq otağına keçirik. 3 otaqlıdır, çox gözəl, səliqəli mənzildir. Buradan isə evimizin həyətinə baxırıq. Baxın, çox əla bir həyət hissəsi var da, belə deyək, bu mənzilimiz həm həyət evi adlandırmaq olar, həm də bina evi adlandırmaq olar. Belə bir gözəl həyəti var, yəni yaylara rahatlıqla çıxıb istirahətinizi eləyə bilirsiniz bu gözəl həyətdə. İstilik sistemi, kombi sistemidir, kombisi, radiatoru hər biri qaydasında, sənədlər tam olaraq qaydasında, kubça çıxarış daxil olur. Mənzilimizə gedirik, mənzilin əsas giriş hissəsinə. Giriş hissədən təqdimata davam edəcəyik və mətbəxini, digər hissələrini sizlərə göstərəcəm. Mənzilimizin əsas giriş qapısı, qonaq otağına keçid, bir daha divarlara baxırsınız qalınlığına. Çox əla bir, keyfiyyətli bir binadır bu bina. Yəni bu binada təsadüf hallarda mənzil satışa çıxır da. Hər an burada mənzil çıxmır satışa. Sanuzel qovşağıdır, hamam otağı ilə birlikdə. Mətbəximizdir bu hissədə. Təmir səviyyəsi əla təmirlidir. Yəni bugünkü gün 1 manat belə xərc tələb etmir mənzilimiz. Hazır köç yaşa vəziyyətdədir. Xırdalan şəhərində, bir daha qeyd edirəm, Heydər Əliyev prospektinə cəmi 50 metrlik məsafədə 5 saylı məktəbin tam olaraq qarşısında yerləşir mənzilimiz. Geniş dəhliz hissəsini görürsünüz. Dəyərli izləyicilərimiz, tam ətraflı məlumat almaq üçün buyurub əlaqə saxlaya bilərsiniz. Videonun açıqlama bölməsində mənzilimizin satış qiyməti qeyd olunacaq. Buyurub baxa bilərsiniz. Satışda olan əmlakınız barədə bizə məlumat verə bilərsiniz. Bu günə bu qədər, növbəti çəkilişdə görüşənədək.